Çox sağ ol Sabir. Heç bilmirəm hara xərcləyib bu pulu. Pis də qazanmır. 5-ci dərəcəli usta, maaş, mükafat. Cavan oğlandır. Ailəsi yaman böyükdür. Anası, 5 bacısı, arvad bazarıdır. Qızlar yeməklərlə geyinsinlər. Hər də ki, bizim zamanımızda məlum məsələdir, gündə dəyişir. Sağ ol Dəridən Murad. çıxır yazıq. Avansdan maaşa çatdıramır. Əvvəllər bir-iki nəfər beləsini görmüşdüm. Amma onlar işin altından çıxırdılar. Boş vaxtlarında daş daşıyırdılar. Bənnaya palçıq tuturdular. Bağlarda yer bəlləyirdilər. Əlləri qızıldı İbrahimin. İstəsə kənarda da qazana bilər. Al Viktor. Nə tələsirsən İbrahim? Yox qardaş, borcu ləngitmək günahdır. Sağ ol. Bəs mən? Səndən almamışam. Aləm bilir. Biri-birindən qəşəng. Böyükləri Xalidə ilə Gülxarın əsl vaxtıdır. Xalidə çox mülayim qızdır. Sakit, sevirli, anasına çəkib maşallah. Gülxar od, əl od. İşini bilən qızdır. Gündüzlər hardasa işləyir, əxşəmlər də oxuyur. Bəs bu hansıdır? Səfi, analarıdır bu. Ruxsarıdır də. Maşallah, heç qızlarından seçilmir. Heyvancıya cavandır da. Ora vaxtından mühüç oldu. Ərini tok vurdu. Rəhmətli kömrə dönmüşdü. Bilirsin nə kişidir. İndikilərin tayı değildi. 6 uşağı sahip koyup getdi. Bir sürü uşaq. Bəli. Çətin məsələ. Bəs necə? Əvvəlcən pensiya kəsdilər. Uşaqlara özünə. Sonra getdi girdi Barniskədə işə. İstedik bütün qonşular bəqədri qüvvə əl tutar ona getirmək. Başa saldı bizi ki, hardaysa qohumları var, köməkli gedirlər. Sonra gördük ki, Barniskədə qanlı məlifə zat getirir yumağa. Onda bildik ki, qohumzat yalandır. Oğlu qeyrətli çıxdı bəxtindən, atasına çəkib. İstəyirdi giysin instituta, atası öləndən sonra getdi girdi sənət məktəbinə. Oxudu, oldu böyük manikyor. Birinci maaşını alan kimi anasını işten getirdi. Özü okumadı gerisini. Ama bacılarının hamısını okutturur. Ay kız besteki vurnuktun. De görüm sen okuyup ne olacaksın he? Mən balerina, amma İbrahim öləndən Bu sonra. ne sözdü? Nece dilin geldi ağı? Mən demirəm ki, özü deyil. Hele de görüm sen ne olacaksın? Ayşe.